Bugün həm qlobal miqyasda, həm də ölkəmizdə təbii artımda, demografik inkişafda ləngimə müşahidə olunur. Bu fikirləri News 24 azı açıqlamasında sosioloq Üzeyir Şəfiyev bildirib. Onun sözlərinə görə Sovet İttifaqı dağıldıqdan və cəmiyyət qlobal inteqrasiya prosesinə başladıqdan sonra çoxuşaqlıq tendensiyası zəifləyib. Anladıqca uşaq az, amma keyfiyyətli olmalıdır. Bu yanaşma ailə planlanmasına da təsir edir. Sosioloq qeyd edib ki, hazırda həm dünyada, həm də Azərbaycanda düşüncə tərzi dəyişib. İnsanlar daha egoist və özünü düşünən olublar. Uşaq məsuliyyətini üzərinə götürmədən rahat həyat yaşamağa üstünlük verirlər. Bu səbəbdən ailələr 1, 2, ən yaxşı halda 3 uşaqla kifayətlənir. Üzeyir Şəfiyev onu da xatırladıb ki, son zamanlar Milli Məclisdə çoxuşaqlı ailə anlayışının 5 uşaqdan 3 uşağa endirilməsi ilə bağlı qanun dəyişikliyi müzakirə olunur. Əgər bu dəyişiklik qəbul olunarsa, 3 uşaqlı ailələrdə imtiyazların şamil olunması təbii artıma müsbət təsir göstərə bilər. Bununla yanaşı uşaq pulunun bərpası da demoqrafik siyasətə dəstək ola bilər.